Salam əziz izləyicilər. Bugünkü qısa videomda mən sizə deməli əsas mövzulardan biridir, bu suallardan biridir, yaranır həmişə AutoCAD həvəskarları üçün. Deməli, bu problemlər həmişə var, olur. O da ondan irəli gəlir ki, biz dərindən tanış olmuruq AutoCAD-la, ona görə də belə problemlərlə rastlaşırıq. Bax, tutaq ki, bu birini görsədim sizə. Bax, burada adətən, aşağıda görürsünüz, burada olmalıdır model, deməli, listlər, hansı ki format listlər burada olur, o yoxa çıxıb, bir də burada yuxarıda AutoCAD-ın açdığımız çertejin adı burada mövcud olmalıdır. Yəni o yoxa çıxıb, onu tapmaq üçün burada view ingilis dilində bölməsində burada baxırıq, görürük, deməli burada nəyimiz bizdə aktiv deyil. Burada aktiv olmayan, bax, görürsünüz, burada bu klaskalar var. File, burada bu klaska lista, bax, bunu vururuq, aktiv edirik, görürsünüz, burada gəldi, çıxdı. Bax, bu model listlərin, məndə olan format listlər. İndi burada, amma bu ad yoxdur. Bax, file, burada bu, bunu da aktiv edirik. Görürsünüz, burada gəldi, şablondur. Bax, bu mənə deməli, bu açdığım, bu yaratdığım bu listin adı şablondur. DVT şablon. Bax, bunu aktiv elədik. İndi burada məlum oldu bizə ki, bax, bu istifadə elədiyimiz çertej deyək, cizgi deyək, bunun adı nədir? Onu tapmaq üçün biz buradan tapırıq onun adı ilə. Şablon burada deyil. Və görürsünüz, burada yoxdur. Dokumenti. İndi mən burada qovluq yaratmışam. D diskində. Bax, D diskində fayllar burada var. O fayllarda burada harada mən saxlayıramsa bunu, yaddaşda, bax, burada deməlidir, bax, burada parametrlərə giririk və bu parametrlərdə fayllar, burada avtosaxraneniya, papka avtosaxraneniya olmalıdır. Avtomatik biz əgər saxlamağa vermirsə, o avtomatik gedir düşürür. Onu tənzimləmək lazım olur. Bax, burada imenin faylı, bax, burada var, imenin faylı testova, альбом цветов, расположение, изображение, расположение papka для синхронизации blokov. Bax, burada axtarırıq, tapırıq onu. Görək, o haradadır? Avtosaxraneniya. Bax, burada. Görürsünüz, bax, buradan açırıq. Bax, burada mən görürsünüz, qoymuşam bunu AutoCAD işlərim, D diskində. İndi orada gedib onu axtarırıq. Orada olmalıdır. Bax, bu şablon. Deməli, giririk bura. Buradan gedirik D diskinə. Bax, burada D diskində. Bax, burada mənim AutoCAD işlərim olmalıdır. Bax, mənim işlərim. Burada inverter layihələri var. Görək burada. Mənim işlərim. Baxırıq burada. Görək, orada amma AutoCAD var idi da, mən belə. Yenə də bura müraciət eləməyə olacaq, deməli. Bax, videolar burada çoxdur, papkalar çoxdur, ona görə də. İndi baxaq, bir də baxaq. Bax, burada parametri, avtosaxraneniya, bax, burada. D. AutoCAD işlərim.
AutoCAD işlərimdə olmalıdır. Ona görə də bax buradan açırıq. Deməli D diskində AutoCAD işlərim bax burada. Bu çertyoz 1, çertyoz 2'dir. Bax görürsünüz. İndi bunun şablon bura düşmüyor. Deməli şablon bax buradadır. Vurursan bura, burada görürsünüz burada olmalıdır. AutoCAD şablon burada olmalıdır. Baxaq, şablon deyib, bax burada görürsünüz. O DVT faili olduğuna göre bak buradadır. Ama papka olsaydı, bak böyle bir papka olsaydı, gedib düşərdi ora, avtosaxraniyyə. Bax, mən burada işi görürəm üzərində. Bunu saxraniyyə eləyirəmsə, bu gedib düşür ora. O da yəqin ki, çertyoz 1'dir. Bax, buradan açıram. Burada gedib birinci mənim dokumentlərim, sənədləri olan yerə. Bax, burada AutoCAD işlərim, bax, bu olmalıdır yəqin ki, bax, bu. Yok, bu yenidir, yeni faildir. Ama şablon gelir düşür ora. Ben dediğim kimi, bak bunu da görsün, adı ama buradadır. Görsün bu şablondur, bu çertyozdur. İndi burada mən əgər baxıramsa bunun tənzimləməsini görün burada hansı tənzimləmə gedib burada ya nastroyka. Bak görsün bir dənə təzədir, yenidir bu. Ama bura baxırıq, bak burada. Burada baxırıq, görürsünüz, burada da elə təzədir, başqa bir şey eləməmiş. Amma çəkdiyimiz budur, şablon kimi qalıb orada. Adını qoymuşuz şablon DVT. Əgər mən üstündə burada əlavələr eləmək istəyirəmsə, tutaq ki, baxmaq burada, deməli, bunun bazasında yeni bir xət yaradıram. Yazıram əsas xət. Ben bu barədə göstərmişəm. Videolar var. Bax, xət yazdım. Onun qalınlığını, bu rəngini burada tənzimləyirəm. Bax, burada. Deməli, burada qalınlığı budur. Yox, bu tipidir. Qalınlıq bu isə budur. Bax, bu üstünə vururuq burada. Burada götürürəm, tutaq ki, 0,5 mm. Qalsın qara rəng. Bax burada deməli 2 dəfə vururam üstünə, keçir buna. Bu 2 dəfə vururam, keçir buna. Bax burada indi bunu mən saxranit eləyirəm. Yaddaşa verirəm. Bax yaddaşa verdim. İndi burada bu qaldı yaddaşda. İndi mən şablon açanda buradan. Bax buradan şablon açanda baxın indi açıldı. Bax yeni bir çertyoz bir adı ilə açılır. Amma indi baxaq burada bunun tənzimləməsinə. Görürsünüz, burada əlavə eləmişik, əsas xət buradadır. Bu yəni onu mən əlavə sizə deməyimdə, yaddaşınıza salmaqda məqsədim odur ki, bu itir burada adda bilmirsən hansı çertyoz atmışsan, birdən yaddan çıxır. Ki sən hansı çertyozdan istəyirsən, onu harada yaddaşa vermişsən, harada saxlamısan, orada hansı funksiyaları əlavə eləmişsən, o yaddan çıxır. Ona görə də ad burada vacibdir. Vacibdir ki, bu adı çıxsın burada. Bax, indi burada çertyoz 1'dir. Mən bunu yaddaşa versəm, əgər saxlasam, onda çertyoz 1 olduğuna görə həmin qovluqda. Onu tələb edirik ki, adını dəyişdir. Çünki orada var, mövcuddur. Ona görə də biz bilməliyik hansı şablondan, hansı çertyozdan istifadə edilir, adı bizə mütləq lazımdır. Bunu da bağlayıram. Deyilir, saxraniyyə evi. Mən saxraniyyə eləmirəm. Bunu da bağlayıram. Burada da deyir, dəyişiklik elədin. Yaddaşa saxlayaq, deyirəm, yox. Ama yaddaşa saxlayıramsa, bax şablon görsün, bax burada gəldi düşdü listə. Model eləyirəmsə, dəyişdirirəm bura. Bax bu barədə sizə demək istəyirdim. Burada görünüş pəncərəsində bunlar aktiv olmalıdır. Həm aşağıda, həm də yuxarıda. Komanda sətri barəsində də bundan öncəki videoda mən sizə məlumatlandırmışam. Sağ olun, yeni video dərslərdə sizinlə görüşmək ümidi ilə salamat qalın.